Hə, deməli 22-də deyir ki, iki disk bir-birinə qarşıda əlaqələndirilib, A nöqtəsinin B nöqtəsinə nəzərən xətti sürətini hesablayın. Daha doğrusu sürətini hesablayın. Birinci baxırıq, bizə nə verib? Radiusu 10 sm olan ikinci diskin tezliyi 2-dir. Yəni, bu ikinci diskin radiusu 10 sm-dir. Tezliyi də 2-dir. Aha. İndi biz ikinci diskin radiusumuz var, tezliyimiz var. Nəyi tapa bilərik? Sürətini tapa bilərik. V bərabərdir 2 pi r-in bölünsün t-dən. Daha doğrusu V bərabərdir 2 pi r n-dən. Nə eləyir? 2 pi-miz 6, r-imiz 0.1, elədir 0.6, vuraq 2-yə, elədir 1.2. Deməli, V2-miz nədir? 1.2. Tunar, qarşılı ötürmədir. Qarşılı ötürmədə hansı cəmiyyətlərin qiymətləri bərabərdir? Qarşıda ötürmədə mərkəzi eyni olanlar var, bir də mərkəz fərqli olanlar. Yox, qarşılı. Qarşılı ayrıdır da, yəni. Dedim, qarşılı ötürmədə nəyin qiyməti eynidir? Hansı cəmiyyətlərin? Elnən V-nin. Yəni, indi burada ikincinin sürəti nə qədərdirsə, birincinin də sürəti odur. Demək ki, ikinci diskin sürəti 1.2-dirsə, birinci diskin də sürəti 1.2 olurmu? Bəli. İndi bir-birinə nəzərən sürətlər deyir. Burada sürətlər eyni istiqamətdir, yoxsa əks istiqamət? Fikir ver. Burada qayış, bax, içini belə aşağıya doğru çəkib fırlayanda bir nöqtəsi neyniyəcək? A nöqtəsi buradan. Yuxarı qalxırmı? Demək ki, istiqamətlər oldu əks. Əks istiqamətdə olanda da sürətlər toplanır. Olur 2,4. Cavab B bəndi.